Deməli uşaqlar, ayın 24'ü. 21'i quş qaçırmış. 21'i ya 21'i qaçırmışam ya 22'si. 21'i. Bundan qabaq da bu heyvan gedib 3 gündən sonra qayıdıb gəlmişdi. Mən nə dedim? Mən demişdim, uşaqlar bilir. Zanında da demişəm ki, bu heyvan, yəni bu qan gedir də qayıdır gəlirdi. Deyib, ay erkək oturub orada tək. Videosu da var 3 gündən sonra gəlmə videosu. İstəyən üçün çəkin paylaşım. Hə, Allah şahiddir ki, xəbərim yox idi. Gəlmişəm quşxana açma, baxıram quş. İnanmadım. Dedim, abi, sən özü vərdiş halını almışam, belə bir çıxmasın. Bunların gözlərinə də quzu kəsərəm. Anda Allaha, yəni quşda açmamışam. Suqabiyə baxa bilərsiniz. Saat da ki, 9 neçədir. Haradaydın sən? Ayma! Ayma! Голубь вернулся еще один. Я тебе сказал, вернется. Через 4 дня вернулся. Прямо в голубятне сидит. Ha, uşaqlar, deməli, bax, qayıtdı gəldi. Bax. Yəni, əlhəmdülillah. Qayıdıb gələcəklər. Hələ neçəsi qalıb? Bir dənə qalıb da. 1, hə, 2 dənə. 2 dənə heyvan qalıb. Hələ qayıdmayan. Yəni, yalan olmasın, əlhəmdülillah da, nə deyim, deməli sözüm yoxdur. Bilirəm də ki, şey deyil. Nə habəri söhbəti var, o da öldü də, yəni ki. Elhamdülillah. Gəl şaşar, uğraş. Yəni, saxlayanda belə heyvan saxlamaq lazımdır. Bayır çayı da ki, bunu göstereceğim. Başka bir şey fikirləşmək. Görürsünüz də, quşxanada təkdir. Buna necə sevinəcək, götürüm atam onu. Erkəyin atım onun üstünə. Arkadaş. O neydi, getdi? Hə, mayadır, heç. Get də. Yenə 21 gəlib, bu ilə nesəsi 24-də 25-i. Bunlar da elə bir şeydir, 21-i, 22-si, 20-si, 24-də. 4 gündən sonra qayıtıyor. O, şimdi bir sözlə də uşaqlar. Bunlarda adətdir gəlib qayıtmaq. Yəni, artıq əski nəsə deməyə ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Allah heç kimin əcətini itirməsin.